Qoşulan uşaqlar varsa ekranda bir daha başlığı göstərim. Dərsimiz biosfer, coğrafi təbəqə, bununla əlaqədar anlayışlardır. Dərsin davamında isə qəbulda istifadə edilən testləri təqdim edəcəm. Az öncə biosferin canlı təbəqə olduğunu dedik, biohəyat sfera təbəqə olduğunu bildirdik. Ən son yaranan təbəqədir və biosferin ümumi sərhədləri nələrdir? Deyəcəyik ki, müvafiq olaraq atmosferin aşağı hissəsi, litosferin üst hissəsi və hidrosfer daxildir. Burada onun sərhədlərini təqribən görmək olar sağ tərəfdəki sxemdə. Qaldı ki, kilometrlə bunu ifadə etməyə çalışsaz, belə ki, burada verilən ifadələrlə kifayətlənməliyik. Məsəl üçün, atmosferin aşağı hissəsində 18-20 kilometrə qədər olan hissəni əhatə edir, ozon təbəqəsinə qədər. Litosferin üst cəmi 4-5 kilometri və bütün hidrosferi əhatə edir bizim bu biosfer təbəqəsi. Və biosfer daim digər təbəqələrlə qarşılıqlı əlaqədədir. Məsəl üçün, biosferin litosferlə əlaqəsini biz fiziki aşınmada və yaxud da ki, canlıların təsiri ilə baş verən aşınma, üzvi aşınma ilə izah edə bilərik. Və eyni zamanda üzvi mənşəli çökmə suların formalaşması elə onunla bir əlaqəni əks etdirir. Və yaxud da ki, biosferin atmosferlə əlaqəsini sübut edən məqam canlıların tənəffüs prosesi və ya bitkilərdə gedən fotosintez prosesi ilə əlaqələndirmək olar. Və yaxud da ki, biosferin hər hansı bir digər təbəqələrdən hidrosferlə əlaqəsini qeyd etmək istəyiriksə, burada balığın həyatını nümunə çəkmək olar ki, əvvəl sudakı kalsiumu udur, sümük, skelet, onurğa formalaşır, öldükdən sonra isə o kalsiumu geri qaytarır. Davam edək. Yer kürəsindəki canlı aləmin inkişafı sadədən mürəkkəbə, ibtidaidən aliyə olmuşdur. Ən qədim era olan arxev proterozoida ilə ən sadə orqanizmlər formalaşıb. Ən sadə orqanizmlər bakteriyadır, ibtidai tək hüceyrəli orqanizmlərdir, yosunlardır və tək-tək onurğasızlar proterozoida formalaşmağa başladı. Paleozoida artıq quruda da canlılar formalaşmağa başlayır. İlk canlılar suda başlayır, daha sonra quruya keçir. İnyarpaqlı bitkilər formalaşır, çılpaq toxumlar formalaşır, ay döşəyi yaranır. Heyvanlardan suda quruda yaşayanlar, həmçinin okeanda ilk balıqlar, qurunu ilk bitkilər, onurğasızların da inkişafı məhz paleozoikdir. Beləliklə, balıqlar, suda quruda yaşayanlar, hətta sürünənlərin belə yaranması paleozoikdir. Mezoida isə örtülü toxumlu bitkilər formalaşır. Heyvanlardan quşlar və məməlilər formalaşır. Qədim sürünənlərin yer səthinə geniş yayılması və dinozavrla nəslin kəsilməsi də mezoikdir. Ümumiyyətlə, sürünən yaranıb paleozoida, sürünənlərin bir növü olan qədim sürünənlər, söhbət dinozavrların nəslin kəsilməsi isə mezoikdir. Paleozoida müasir landşaft, müasir səth örtüyü formalaşır. İlk insanların və insana bənzər meymunların əmələ gəlməsi bu mərhələdə baş verdi. Onurğalı orqanizmlər 5 sinifə ayrılırdı. Onlardan ilk üçü, misal üçün, burada qeyd edeyim, balıqlar, suda, quruda yaşayanlar və sürünənlər. Bunlar yaranıb müvafiq olaraq paleozoida, quşlar və məməlilər formalaşıb mezoida. İlk insan və insana bənzər meymunlar, onlar isə ən sonda kaynozoida, hətta onun da 4-cü dövründə, son dövründə formalaşıb deyə bilərik. Canlılar biz dedik ki, təkamül nəticəsində sadədən mürəkkəbə inkişaf yolu keçmiş, əvvəlcə yer kürəsində həyat suda formalaşıb, sonra quruya keçib. Biz bir-iki sadə məqamı əzbərdən deməyə bacarmalıyıq. O məqamlar nələrdir? Məsəl üçün, ümumi yer kürəsindəki canlıların növ tərkibinə baxdığımızda, deməli, heyvanların növü çoxdur. Deməli, burada da qeyd eləyək. Üzvi aləmin, deməli, növlərin sayına görə heyvanlar çoxdur. Amma üzvi kütlənin miqdarına görə isə bitkilər
daha çoxdur. Bu məqam bilin, bitkilərin deməli ümumi kütləsi çoxdur, heyvanların isə növü çoxdur. Quru və suda isə onların nisbəti fərqlidir. Belə ki, quruda biz 92% payla bitkilər daha aparıcı paya malikdir. Okeanda isə əksinə. Burada 94% heyvanların və mikroorqanizmlərin payına düşür. Yəni okeanlarda heyvanlar, burada bitkilər çoxdur. Bu ifadələr hər hansı bir sualın tərkibində bir cümlə kimi qarşımıza çıxa bilər. Sonra, burada maddələr mübadiləsi barədə müəyyən məqamlar verilib. Gəlin ona da bir toxunaq. Belə ki, eee, canlıların bir-birinə qidanı ötürməsi maddələr mübadiləsidir. Bundan əlavə biz, biosinoz anlayışını görürük. Müəyyən ərazidə formalaşıb bir-birinə sıx qarşılıqlı əlaqədə inkişaf edən bitki, heyvan, mikroorqanizmlər qrupu biosinoz adlanır. Və təbii komplekslərin hər birisinin özünəməxsus biosinozu var, bir-birindən fərqlənir. Sonra, dünya okeandakı canlılar 3 qrupa ayrılır. Bu qrupların xüsusiyyətlərinə bir baxaq. Belə ki, suyun səth hissəsində məskunlaşan orqanizmlər planktonlardır. Bu planktonlar kiçik mikroskopik ölçüdə olan orqanizmlərdir. Onlar sərbəst hərəkət edə bilməyən orqanizmlərdir və nektonların qidasına çevrilir. Nektonlar isə suda sərbəst hərəkət edə bilən canlılardır. Hansı ki, bunlara balıqları, balina, dəniz tısbağası və sairəni qeyd etmək olar. Okean dibində zəif işıqlanmış ərazidə, tam qaranlıq ərazidə dib canlılar yaşayır ki, buna bentoslar deyilir. Onlara mollyusklar, mərcanlar və xərçənglimləri aid etmək olar. Aşağıda biz onların şəkillərini də görə bilərik. Müvafiq olaraq okeanın səth hissəsində sərbəst üzə bilməyənlər plankton oldu, mikroskop ölçüdə idi. Onlarla qidalanan sərbəst hərəkət edə bilənlər nektonlardır və yaxud da ki, okean dib canlıları isə bentoslardır. Suyun işıqlanma vəziyyətinə görə 3 hissəyə ayırmaq olar. 200 metrə qədər olan səth hissə yaxşı işıqlanma zonasıdır. 200-dən 1000 metrə qədər olan dərinliklər zəif işıqlanma zonasıdır. 1000 metrdən daha dərində qalan hissələr isə tam qaranlıq işıqlanma zonasına aid edilir. Coğrafi təbəqə və onun inkişaf mərhələləri. Əvvəlcə coğrafi təbəqə nədir, onu bir xatırlayaq. Deməli, canlı və cansız maddələrdən təşkil olunan ən mürəkkəb təbii kompleksdir coğrafi təbəqə və onun formalaşması, inkişafı geoloji və bioloji amillərdən asılıdır. Coğrafi təbəqə bir-birinə qarşılıqlı əlaqədə olan bir çox komponentdən ibarətdir. Bu komponentlərdən bəziləri qədimdir, bəziləri isə sonradan yaranıb. Məsəl üçün, relyef, atmosfer və su, suxurlar, bunlar deyəcəksiniz ki, daha qədim komponentlərdir. Amma canlıların iştirakı ilə formalaşan torpaq, bitki örtüyü, heyvanat aləmi və mikroorqanizmlər, bunlar nisbətən daha cavan, sonradan formalaşmış komponentlərdir. Coğrafi təbəqənin ümumi sərhədləri, qalınlığı haqqında verilən bu abzasa da diqqət edək. Belə ki, coğrafi təbəqə yer qabının üst hissəsini əhatə edir. Altına xətt çəkərək sərhədlərini qeyd edirəm. Atmosferin də aşağı qatlarını, bütün hidrosfer və biosfer özündə birləşdirir və bu sərhədlər içərisində onun qalınlığı 50-55 kilometr təşkil edir. Coğrafi təbəqədə maddələr və enerji dövranı baş verməkdədir və onun inkişafı 3 mərhələdən ibarətdir. Gəlin, coğrafi təbəqənin inkişaf mərhələlərinə baxaq. Sağ tərəfdə biz sxemdə bunu görə bilərik. Belə ki, birinci mərhələ biogenə qədərki mərhələdir. Elə ən qədim mərhələ budur və ən uzun müddət davam edən mərhələsidir. İkinci mərhələdə biz biogen mərhələ deyirik. 580 milyon il davam edən mərhələdir. Canlı mərhələ hesab edilir. Canlıların əsas formalaşıb təkamül etdiyi mərhələdir. Üçüncü mərhələ isə antropogen mərhələdir. Burada artıq Homo sapiens, ağıllı insanın yaranmasından fəal ətraf mühitə təsirindən başlamış bir mərhələdir və hazırda davam edən mərhələdir. İndi birazdan bu mərhələnin xüsusiyyətlərini oxuyanda görəcəksiniz ki, birinci mərhələdə ən ilkin başlanğıc vəziyyəti əks etdirir. İkinci mərhələdə canlıların formalaşması, ətraf mühitə təsiri. Üçüncü mərhələdə isə
insanın ətraf mühitə verdiyi zərərlərdən bəhs edəcəyik. Aşağıda hər bir mərhələdə coğrafi təbəqənin xüsusiyyətləri təqdim edilir. Bunları bir-bir xatırlayaq. Biogen mərhələ ilkin mərhələ idi. Bu zaman litosfer, yerin üst bərk təbəqəsi necə idi? Ən qədim platformaların yaranması, üzv mənşəli süxurlar və torpaq örtüyü isə yenicə əmələ gəlməyə başlayırdı. Burada torpağın formalaşmasının ilkin mərhələsi idi, yəni süxurların aşınıb toplanma prosesi gedirdi. Biogen mərhələdə litosferdə nə kimi dəyişiklik oldu? Burada gördüyünüz kimi üzvü süxurların toplanması və torpaq örtüyünün yaranması baş verir. Artıq canlılar müəyyən inkişaf dövrü keçir və onların qalıqlarının toplanması, süxurlarla qarışması və torpağın formalaşması artıq baş verir. Üçüncü mərhələ antropogəndə litosferdə nə kimi hadisələr baş verdi? Torpaqlar artıq gördüyünüz kimi insanların təsir nəticəsində çirklənir, eroziya, dağılması baş verir və günümüzdə səhralaşma qlobal problem kimi diqqət çəkir. Beləliklə, qlobal problemləri biz antropogen mərhələyə aid edəcəyik. Atmosferdə hansı dəyişikliklər baş vermişdir? Biogenə qədərki dönəmdə biz atmosferdə görürük ki, hələ inkişafın ilkin mərhələsi olduğuna görə sərbəst oksigen az idi, çünki bitkilər hələ inkişaf etməmişdi və karbon qazı çox, indikindən, yəni belə deyək də, vəziyyət əksinə idi. Oksigen isə demək olar ki, çox aşağı idi. Davam edək. Biogen mərhələdə atmosferdə hansı dəyişikliklər olub? Biogen dediyimiz artıq bu yerin geoloji inkişaf dövrlərini əhatə etdiyinə görə, xüsusilə də mezo və kaynozoyda qeyd edəcəksiniz ki, canlılar, bitkilər sürətlə inkişaf edir və bu mərhələdə atmosferə daxil olan oksigen miqdarı artmağa başlayır. Beləliklə, oksigenin payı xeyli artmışdır. Karbon isə əksinə azalmışdır. Antropogəndə isə atmosferdə hansı dəyişikliklər olacaq? İnsanların günümüzdəki təsərrüfat fəaliyyəti nəticəsində günümüzdə əlbəttə ki, atmosfer çirklənməyə məruz qalır. Havaya atılan zəhərli qazlar ozon dəliklərinin yaranmasına səbəb olur. Beləliklə, ozon dəlikləri və yaxud da atmosferə zəhərli qazların atılması kimi belə qlobal problemlər atmosferin məhz antropogen mərhələsinə aid ediləcək. İndi isə hidrosferlə davam edək. Hidrosferdə biogenə qədərki mərhələdə biz ən qədim okean olan Pantalasa mövcud olmuşdur. Onun tərkibində isə üzv maddələr və oksigen yox idi. Bu ilkin mərhələ idi. Daha sonra biogen mərhələsində canlı orqanizmlər suda da təbii ki, ilk öncə də suda formalaşıb, inkişaf etdikcə, xüsusilə də yosunların fəal inkişafı və onların iştirakı ilə suda oksigen miqdarı sürətlə artmışdır. Suyun tərkibinə zərərli maddələr daxil olur. Bu isə antropogen mərhələsində olan, belə deyək, vəziyyətidir. Antropogəndə təbii ki, insanların təsərrüfat fəaliyyəti müxtəlif tullantıların, çirkabların okeanlara atılması, okean suyunun da belə deyək, çirklənməsinə gətirib çıxarır. Biosfer coğrafi təbəqələrdən biosferə bir baxaq. Biogenə qədərki mərhələdə biosferdə hansı özəlliklər vardı? Belə ki, canlılar hələ öz inkişafının ilkin mərhələsində olduğuna görə onlar sadə quruluşa malik idi və biosferin formalaşmasında elə də ciddi rola malik deyildi. Biosferin biogen mərhələsindəki vəziyyəti necə olub? Gördüyünüz kimi artıq burada canlılar təkamül edərək balıqlar, suda quruda yaşayanlar, sürünənlər, quşlar və məməlilər formalaşır və onların fəal şəkildə ətraf mühitə təsirini görürük. Bu təsir digər qatlara da necə təsir etdiyini demişdik. Tutalım, bitkilərin inkişafı oksigeni artırmışdı. Biosferin antropogen mərhələsində biz insan, Homo sapiensin yarandığını görürük və o təbiətə mənfi təsirlərini artırmışdır. Beləliklə, hər bir təbəqənin müvafiq olaraq coğrafi təbəqənin inkişaf mərhələsinə uyğun vəziyyəti cədvəldə təqdim edilmişdir. Buna görə də testlərdə düşəndə təyin edə biləcəksiniz. Sonra burada biz coğrafi təbəqənin fasiləsiz inkişafının səbəblərini öyrənməliyik. Coğrafi təbəqənin yoldaşlar inkişafının, fasiləsiz inkişafının iki əsas səbəbi var. Birinci səbəb coğrafi təbəqənin inkişaf mənbəyi günəş enerjisi, yerin daxili enerjisidir, yəni tükənməyən enerji mənbəyinə sahibdir. Coğrafi təbəqənin var olmasının ikinci bir məqamı isə
maddələrin ümumi dövranıdır. Maddələrin ümumi dövranını biz müxtəlif formalarda görə bilərik. Yəni istər, qida zəncirində, istər, tənəffüs və fotosintez prosesində, istər su dövranında, istərsə hər hansı bir, suxurların dövranında görə bilərik. Məsəl üçün, insanlar və heyvanlar tənəffüs prosesi zamanı atmosferdə oksigeni qəbul edib karbon buraxır. Amma atmosferdə oksigen miqdarı azalmır. Bunun səbəbi nədir? Digər canlı olan bitkilər, yaşıl xlorofil maddələr neyniyir? Fotosintez zamanı təzədən, havaya oksigen qaytarır və beləliklə dediyimiz kimi coğrafi təbəqədə həyat davam edir. Yaxud da ki, günəş enerjisi suyun səthində buxarlanma yaradır. Amma okeanlarda buxarlanma ilə əlaqədar su azalmır və ya qurtarmır. Çünki su dövranı var. Suyun böyük və kiçik dövranı nəticəsində su yenidən yağıntı formasında yer səthinə qayıdır. Və yaxud da ki, qida zəncirini görə bilərik. Burada da, məsəl üçün, bitki kökləri torpaqdakı mineralları dartıb qəbul etdikdən sonra su və günəş işığını qəbul edərək böyüyür. O, ot yeyən heyvanın qidasına çevrilir, ot yeyənlər ət yeyənin, onlar yırtıcıların və nəticədə onlar da öldükdən sonra, səthə düşür. Səthə düşdükdən sonra göbələk bakteriyalar tərəfindən parçalanaraq təzədən torpağa üzvü qida kimi geri qaytarılır. Daha sonra bitki kökləri təzədən onlarla qidalanır. Beləliklə, burada bir ardıcıllıq var, əlaqə var, bütövlük var. Qaldı ki, misal üçün, biz bunu suxurlarda da görə bilərik. Təbiətdəki suxurlar da daim dövr edir. Siz belə başa düşün ki, vulkanizm baş verəndə nə baş verir? Səthə püskürmüş suxurlar formalaşır. Daha sonra həmin püskürmüş suxurlar xarici qüvvənin təsiri ilə aşınıb parçalanır, daşınır və toplanır çökəliklərə. Onların üzərinə digər çökmə suxurlar toplandıqca altda qalan həmin suxurlar zamanla yüksək təzyiq temperaturu nəticəsində metamorfizləşir, daha sonra əriyir, maqmadan təzədən püskürərək səthə qalxır və bu dövran özü nəyi bildirir? Coğrafi təbəqənin fasiləsiz inkişaf etdiyini əks etdirir. Onun mövcudluğunun davam edəcəyini bildirir. Davam edirəm. Buradakı sxemə biraz daha yaxından tanış olun. Bircə dəqiqə sxemi bir dəzdən dala qaytarım. Belə ki, coğrafi təbəqənin formalaşmasına təsir göstərən amilləri endogen və eksogen olaraq iki qrupa ayrılır. Endogen bilirsiniz ki, daxili qüvvələrdir. Bunu azonal amil kimi qeyd etmək olar. Ona uyğun olan nümunələr isə relyef, suxurlar, geoloji quruluş və yeraltı sulardır ki, onlar xarici qüvvələrdən asılı olmadan formalaşır. Eksogen xarici qüvvələrin təsiridir. Zonal komponentlər formalaşır. Bunlara biz iqlim, torpaq, bitki örtüyü, heyvanat aləmi, hansı ki, ekvatordan qütbə doğru getdikcə dəyişə bilənlərdir. Və bu sadaladığımız amillər coğrafi təbəqənin formalaşmasında iştirak edən amillərdir. Soldakılar, belə deyək, daxili enerjinin təsiri ilə formalaşanlardır. Sağdakılar isə xarici. Eksogen də dedik ki, xarici. Beləliklə, endogen və ya eksogen qruplaşdırmaq istəsəz, ekvatordan qütbə doğru qanuna uyğun olaraq dəyişənlər, iqlim, torpaq, bitki örtüyü, heyvanat aləmi eksogenə aiddir. Yerdə qalan anlayışlar isə deyəcəksiniz ki, endogenə aiddir. Bunları belə başa düşün. Davam edirik. Coğrafi təbəqənin 3 dənə qanuna uyğunluğu var. Daha doğrusu qanunluqları çoxdur. Biz 3 dənəsi ilə tanış olacağıq. Bunlar hansılardır? Belə ki, və burada coğrafi təbəqənin dinamikası, inkişafı misal üçün, bunu heç demirik. Misal üçün, bütövlüyünü deyəcəyik, ritmikliyi və bir də zonallığından bəhs edəcəyik. İndi maddələr və enerji dövranı haqqında bayaqlar biraz danışdıq. Dinamikası az öncə bildirdik ki, inkişafından bəhs elədik. İndi digər qanunluq olan bütövlük, ritmiklik və bir də zonallıq qanuna uyğunluğunu xatırlayaq.
Bütövlük dedikdə nə başa düşməliyik? Coğrafi təbəqədə hadisə proseslərin bir-biri ilə bağlı olduğunu, bir-birinə sıx əlaqədə olduğunu, hətta bu əlaqə o qədər möhkəmdir ki, birində baş verən dəyişiklik digərində dəyişməsinə gətirib çıxarır. Belə ki, məsəl üçün, qida zəncirini buna misal çəkmək olar, bioloji dövranı bütövlüyə misal çəkmək olar. Hansı ki, bayaq bildirmişdik, bitkilər ot yeyən heyvanların qidasıdır. Onlar ət yeyən heyvanların, onlar da yırtıcıların. Onlar isə öldükdən sonra torpağa düşən cəsədlər göbələk bakteriya tərəfindən parçalanıb torpağa qarışır. Bu zəncirdə bir komponenti götürsən, digəri qidasız qaldığına görə o da məhv olacaq. Bütövlüyə başqa aranızda nümunə demək istəyən varmı? Məsəl üçün, bu hadisə bütövlüyə nümunədir. Məsəl üçün, Xəzər dənizinin səviyyəsinin qalxması ilə sahilboyu ərazilərdə qurun səviyyəsi qalxır və şoranlaşmalar baş verir, bataqlıqlar yaranır. Bu özü bütövlükdürmü? Birinin dəyişməsi digərinin də dəyişməsinə gətirib çıxarır. Və yaxud da ki, atmosferə zəhərli qazların atılması, bu, məsəl üçün, istixana effektini yaradır. İstixana effekti qlobal istiləşmə nəticəsində qütblərdə buzların əriməsinə, buzlar əridikcə okeanda səviyyə qalxır. Okean səviyyəsi qalxanda sahil boyu digər ərazilərdə, dayaz ərazilər su altında qalır. Və yaxud da ki, məsəl üçün, dağ yamaçlarında meşələr məhv edilərsə, eroziya sürətlənir, həmçinin bulaqlarda quruma baş verir. Yəni, bir komponent dəyişirsə, digərinə də bu dəyişiklik təsir edirsə, onu dəyişdirirsə, bu bütövlükdür. Bütövlük bu qədər sadə. Qida zənciri, buna üzvü bioloji dövran deyirlər. Bu özü bir nədir? Bütövlük qanunauyğunluğun bir nümunəsidir. Bunları belə bilin. Coğrafi təbəqənin digər qanuna uyğunluğu ritmiklikdir. Ritmlik də deyə bilərik buna. Ritmlikdə hadisə proses müəyyən zaman intervalında təkrarlanır və davam etmə müddətinə görə də sutkalıq, illik, çoxillik olaraq qruplara bölünür. Məsəl üçün, burada qruplaşdırıblar. Gecə-gündüz küləkləri, yəni brizlər, sahilboyu ərazilərdə gündüz dənizdən quruya doğru, gecələr isə qurudan dənizə doğru əsən küləklərdir. Kiçik əraziləri əhatə edir, sahillər üçün səciyyəvidir. Ay qismən günəşin cazibəsi ilə 6 saatdan biri olaraq sutkada 4 dəfə qabarma çəkilmə baş verir. 2 çəkilmə, 2 qabarma 6 saatdan biri olmaqla bir-birini əvəzləyir. Temperaturun sutkalıq dəyişməsi elə deməli fiziki aşınma qeyd edərdim. Bu da sutka ritmik hadisəyə aid edilir. Quraq ərazilərdə bu proses intensiv gedir. İllik ritmik hadisələr, bu artıq yerin günəş ətrafında bir tam dövrə vuran zaman təkrarlanan hadisələrdir. Musson küləkləri, mövsümi küləklər, ildə 2 dəfə istiqamət dəyişən bu küləklər nümunədir. Çayların rejimi, bol sulu, az sulu dövrləri, misal üçün, hər il təkrarlanmaqdadır fəsillərə uyğun. Temperaturun fəsillər üzrə dəyişməsi də elə illik ritmik hadisələrə aid etmək olar. Məhsul yığımı, məsəl üçün, taxıl yığımı, bu tipli hadisələr illik ritmik hadisələrə aid edilir. Çoxillik ritmik hadisələr isə burada artıq 10 min il, 100 min il, milyon illərdən bir təkrarlana biləcək hadisələri götürməlisiniz. Buzlaşma, istiləşmə, məsəl üçün, soyuqlaşma, dənizin transqressiyası, yəni dənizlərin böyüməsi, quruya doğru irəliləməsi və reqressiya quru mərhələsi. Bu səfər qurunun qalxması ilə qurunun sahəsi böyüyür, dənizlər geri çəkilir. Bu tip hadisələr çoxillik ritmik hadisələrə misaldır. Dağ əmələ gəlmə və platforma mərhələlərində çoxillik ritmik hadisələrə aid edirlər. İllər əvvəl, tutalım 2023 idi ya 24 idi, dəqiq xatırlamıram. Həmin bu ifadəni MİQ imtahanında da istifadə etmişdilər. Deməli, yadda saxlayın ki, dağ əmələ gəlmə və platformalarda çoxillik ritmik hadisəyə aid edirlər. Ümumiyyətlə, çoxillik uzun illər ərzində müşahidə edilib təkrarlana bilən hadisələrdir. Yəqin ki, başa düşdünüz. Sutkalıq sutka ərzində yerin bir tam dövrəni başa vurduğu müddətdə təkrarlana bilən hadisədir. İllik isə yerin günəş ətrafında bir tam dövrəni başa vurduğu müddət ərzində təkrarlanmadır.
illik daha doğrusu. Çoxilliklər isə aydın məsələdir ki, 10.000 il, 1.000.000 il və daha çox uzun müddət ərzində təkrarlana biləcək proseslərdir. Davam edirik. Coğrafi təbəqədəki digər qanuna uyğunluq zonallıq qanuna uyğunluğudur. Bu qanuna uyğunluğun xüsusiyyətləri nədir? Xarici amillərin təsiri ilə formalaşır. Bunun əsas səbəb nədir? Zonallığı yaradan səbəb yerin kürə formasında olması, onun xəyali oxunun orbit hissəsinə meyilli olaraq Günəş ətrafında hərəkət etməsidir. Nəticədə də Günəş istiliyin və rütubətin yer səthində qeyri-bərabər, amma qanunauyğun paylanmasıdır və bu yer səthində zonallıqlar formalaşdırır. Təbii komponentlərin ekvatordan qütbə doğru dəyişməsi enlik zonallığını yaradır. Yəni, torpağın və ya bitki örtüyü, heyvanat aləmi ekvatordan qütbə doğru, elə iqlim qurşaqlarının özü də, onlar enlik zonallığına tabedir. Bir də var ki, bu qanuna uyğunluğa tabe olmayanlar, dağlıq ərazilər. Dağlıq ərazilər artıq enlik qanuna tabe deyil, onlar yüksəklik qurşağı və ya azonallıq yaradır. Azonallıq nədir? Dağlıq ərazilər. Onlar zonallıq qanuna tabe deyil və nə yaradır? Yüksəklik qurşağı. Yəni, məsəl üçün, yüksəklik qurşağı budur da, dağın ətəyindən zirvəsinə qalxanda təbii komplekslər bir-birini əvəz edir. Müvafiq olaraq yarım səhralar, quru çöllərlə, quru çöllər, meşə çöllər, onlar dağ meşələri, dağ çəmənlikləri, subnival, yəni qayalıqlar və nival buzlaq, bunlar bir-birini əvəzləyir. Dağlarda biz bunu görürük. Beləliklə, sizə tutalım, ərazi təqdim edib, orada enlik zonallığı hansı ərazidə formalaşır desəz, ovalıqları götürürsünüz. Düzən ovalıq ərazilər enlik zonallığına tabedir, amma dağlıq ərazilər azonallığa tabedir. Bütün dağlar azonallıq yaradır. Azonallıq həm də yüksəklik qurşağı da adlanır. Yüksəklik qurşağı nədir? Təbii komplekslərin ətəkdən zirvəyə doğru bir-birini əvəzləməsidir. Səbəb nədir? Dağın ətəyinə zirvəsinə qalxanda temperatur və rütubətin qanunauyğun dəyişməsidir. Enlik zonallığı nədir? Təbii komplekslərin ekvatordan qütbə doğru bir-birini əvəzləməsidir. Enlik zonallığını biz görürük harda? Təbii ki, müvafiq olaraq enlik zonallığı ekvator qütbə gedəndə düzən ərazilərdə görəcəksən, ovalıqlarda görəcəksən. Amma dağlar enlik zonallığına tabe deyil, onlar yüksəklik qurşağı yaradır, bu isə azonallıq adlanır. Azonallığı bütün dağlıq ərazilərdə görəcəksən. Ölkəmizdə Böyük Qafqaz, Kiçik Qafqaz, Naxçıvandakı dağlar, Talış dağları azonallıq qanununa tabedir. Amma Kürara, Samur dəvəsi bunlar enlik zonallığına tabedir. Çünki ovalıq ərazidir, düzən ərazidir, yerləşiyi ərazinin təbii şəraitinə uyğun səth örtüyü formalaşır. Beləliklə, yoldaşlar, coğrafi təbəqə, bütövlük, ritmiklik, zonallıq kimi qanunauyğunlara əsasən formalaşır və inkişaf edir. Müasir dövrdə coğrafi təbəqəyə antropogen insan təsiri güclənsə də, insan təsərrüfat fəaliyyəti bu qanunauyğunlardan əhəmiyyətli dərəcədə asılı olaraq qalmaqdadır, belə də davam etməkdədir. Növbəti anlayış torpaq və onun quruluşu olacaq, amma ona keçmədən əvvəl sizə bir-iki dənə test ekrana gətirim, çox beyniniz yorulmasın. 27 nömrəli testə bilən diqqət edin, yoldaşlar. Coğrafi təbəqənin qanunauyğunu bir baxaq və bu barədə qəbul yox, DİM-in 2022-ci il abituriyent jurnalında model testlərindən götürmüşəm. Qarşımıza bu sual DİM-in bazasında var, hər an çıxa bilər, diqqətli olun. Hündür boylu otlar İri ot yeyən heyvanların qidasıdır. Həmin iri ot yeyən heyvanlar da yırtıcıların, yırtıcılar isə öldükdən sonra göbələk və bakteriyaların qidasına çevrilir. A-da verilən ardıcıllıq qida zənciridir. Bioloji dövrandır. Bəli, bütövlükdür. Bəli, bütövlüyə aiddir, doğrudur. Sonra, B-də qırmızı, sarı, fərali torpaqlar bu ekvatorial torpağıdır. Zonallıq. Ay, sağ ol. Sonra qara torpaqlar çöl meşə çöllərin, tundra meşə tundrada, subarktik iqlimdə tundranın torpağıdır. Ekvatordan qütbə doğru. Ay, sağ ol. Deməli, torpaq tiplərinin bir-birinə əvəzləməsi düzdür. Zonallığa aid.
Yaz gecə-gündüz Gece, bərabərliyi günü, sonra yay və qış gün dönümü ritmik, bu günəş ətrafında hərəkətinə əlaqədar olaraq illik ritmik hadisədir, doğrudur. C gedir bura. Meşənin qırılması, eroziyanın güclənməsi, iqlimin quraqlaşması və çayların quruması kimi gördüyünüz kimi bir-birini tamamlayan hadisə proseslərdir, əlaqəlidir. Nəyə getdi? otobüs, Bütövlük. Ekvatorial meşələr, savannalar, zonallık, göllər, təbii zonallık. zonaların, bəli, ekvatorun qütbə doğru bir-birini əvəzləməsi isə zonallıq qanununa tabedir. Doğrudur, bu test tapşırığı da bu şəkildə cavablanmalı idi. Biz hal-hazırda bayaq danışdıqlarımızla əlaqəli olan məqamlara baxdıq. Digər testlərdə isə hələlik danışmadığımız məqamlardır. Onları danışmağa davam edək ki, bu suallarda birlikdə baxa bilək. Davam edəcəm. Torpaqla davam edək. Torpaq yerin üst məhsuldar bitki bitən təbəqəsidir və torpağın formalaşması uzun müddət çəkir. 1 sm torpaq qatın yaranması üçün 1,5 əsr müddət tələb olunur. Torpağın üst hissəsində toplanan çürüntü humus adlanırdı. Torpaqlar haqqında biz bir neçə məqam da bildirək. Belə ki, mexaniki tərkibinə görə onu gillicəli, qumlu və qumsal torpaq tiplərinə ayırırlar. Onun içindəkinin içindən şübhəm atın. Müvafiq olaraq torpaq qatlarının cəminə profil deyirlər. Torpaq profilində üst təbəqə humus təbəqəsidir, akkumulyativ qatdır, çürüntü qatdır. İkinci təbəqə yuyulma qatdır, ellüvial qatdır. Üçüncü təbəqə toplanma qat və ya illüvial qatdır. Dördüncü təbəqə alt təbəqədir, ana süxur təbəqəsidir. Ümumiyyətlə, çürüntü təbəqəsi torpaqda ən məhsuldar təbəqəsidir. Torpaqda çürüntü nə qədər çox olarsa, yəni humusun miqdarı çox olarsa, torpağın rəngi o qədər tünd olar. Ən məhsuldar torpaqlar da qara torpaqlardır. İkinci təbəqə yuyulma qat və ya ellüvial qatda ümumiyyətlə qida maddələri toplana bilmir. Yuyulub alt təbəqəyə keçir. Ona görə də olduqca məhsuldarlığı aşağıdır. Nisbətən illüvial təbəqədə yuyulma məhsullarının toplanması ilə əlaqədar ellüvial nəzərən burada məhsuldarı biraz yuxarıdır. Altdakı dördüncü təbəqə isə ana süxurdur. O isə müxtəlif qayalardan, daşlardan, əsas süxurlardan təşkil edilmişdir. Davam edirik. Quruluşuna görə də torpaqlar iki qrupa ayrılacaq. Belə ki, strukturlu və struktursuz. Strukturlu torpaqlar dənəvar torpaqlardır. Buna adətən qumlu torpaqlar da demək olar. Onlar məhsuldar olub, strukturlu torpaqlar haqqında fikir bildirdik ki, onlarda münbitlik yüksəkdir, əlverişli su və hava rejiminə malikdir. Məhz bu nöqteyi nəzərdən məhsuldar yüksəkdir. Amma münbitliyi az olan su və havanı pis keçən torpaqlar isə struktursuz torpaqlardır. Adətən gilli torpaqlar tip olduqlarına görə, hava suyu yaxşı keçirmədiyinə görə məhsuldarlıq bunlarda aşağı olacaq. Torpaq tipləri xəritəsinə diqqətinizi yönəldin. Burada rəngarənglik görürsünüz yer kürəsi üzrə. Torpaqlar bayaqlar bildirmişdik ki, zonallıq qanununa tabe olaraq ekvatordan qütbə doğru bir-birlərini əvəz edirlər. Rəng tonlarına uyğun olaraq ümumi fikir bildirək. Ekvator yaxın ərazilər isti və rütubətli iqlimə malikdir. İsti və rütubətli iqlim şəraitində qırmızı və sarı torpaqlar yaranacaq. Hansı ərazi yadda saxlayın, isti və rütubətlidirsə, orada qırmızı və sarı torpaqlar formalaşır. Ekvatorial ərazilərdə, rütubətli ekvatorial meşələrdə qırmızı, sarı, ferali torpaqlar yarandığını görürük. Onu əhatə edən savannalarda isə əsas torpaq tipləri qeyd edəcəksiniz ki, müvafiq olaraq qırmızı qonur torpaqlardır. Qırmızı qonur torpaqlar savannalarda əsas rast gələn torpaq tipləridir, məhsuldar torpaqlardır. Kənd təsərrüfatında da əsasən geniş istifadə edilən torpaq tipləri hesab edilir. Sonra,
Boz torpaqlar yer kürəsinin geniş ərazini əhatə etdiyini görürsüz. Boz torpaqlar səhra və yarımsəhra təbii zonasının torpaq tipləridir. Yadda saxlamaq lazımdır ki, səhralarda məhsuldarlıq əlbəttə ki, torpaqda olduqca az olacaq, çünki çürüntü azdır. Humus az olanda torpağın rəngi açıq olur, boz torpaqlarda elə açıq rəngli torpaqlardır. Qəhvəyi torpaqlar isə subtropik iqlimdəki Aralıq dəniz vilayətində formalaşan codyarpaqlı həmişəşil meşə və kolluqların torpağıdır. Ərazi olaraq Avropanın cənubunda, Afrikanın şimalında, həmçinin belə qəhvəyi torpaqları Şimali Amerikanın qərbində, eyni zamanda Car və Avstraliyanın cənub hissələrində də görə bilərik. Qəhvəyi torpaqları musonlarda da müəyyən miqdarda görmək mümkündür Asiyanın şərqi hissəsində. Qonur torpaqlar isə yadda saxlayın ki, enyarpaqlı meşələrin torpaqlarıdır. Qismən qarışıq meşələrdə də mövcuddur. Qonur və qəhvəyi meşə torpaqlar. Düzdür, qarışıq meşələrdə çimli podzol deyirik. Podzol küləçalan torpağı isə iynəyarpaqlı tayqa meşələrində görəcəksiniz. Bundan əlavə, onlarda podzol torpaqlarda məhsuldarlıq aşağı olacaq, soyuq donuşluq ərazi olduğuna görə. Adətən bataqlıqlaşma orada intensiv gedir. Subarktik iqlimin tundra meşə tundrasında isə tundra qileyli, tundra bataqlıq torpaqlarını görürsüz. Bu ərazilər əlbəttə ki, qütbə yaxın ərazilərdir yenə. Aqroiqlimlə zəif təmin olunub, torpaqlarda məhsuldarlıq olduqca aşağıdır, təsərrüfata yararsızdır. Bir qədər daha yuxarıda isə torpaq tipi ilə torpaq örtüyünə indi, bəli. İbtidai torpaqlar görürük. İbtidai torpaq dediyimiz daimi donuşluq ərazilərdə buzların altında qalan qayalıqlardır. Orada ümumiyyətlə torpağın əmələ gəlmə prosesi hələlik getməyib. Elə Antarktidanın torpaqları da ibtidai torpaqdır deyə bilərik. İbtidai torpaqları biz eyni zamanda yüksək dağlıq ərazilərdə də görə bilərik. Yəni dağların hündürlüyündən asılı olaraq yüksək zirvələrdə ibtidai torpağı qeyd etmək olar. Elə ölkəmizdə də məsəl üçün təqribən 3000-dən yuxarı hündürlüklərdə artıq qayalıqlardır. Ondan yuxarı hündürlüklərdə, 3500-dən yuxarı hündürlüklərdə biz artıq demək olar ki, torpaqdan bəhs etmirik. Həmin hündürlüklərdə mövcud olan qayalıqlar elə ibtidai torpaq nümunəsinə qeyd etmək olar. Burada cədvəl formasında coğrafi qurşaqlara, yəni iqlim qurşaqlarında formalaşan rastgele torpaq tiplərini görürük. Bunları dəqiqliklə siz əlbəttə ki, öz əlinizdəki vəsaitin müvafiq olaraq 289 nömrəli səhifəsini istifadə edərək öyrənməlisiniz. Ekvatorialda biz bayaq bildirdik, qırmızı sarı ferat və ya laterit adlanırdı. Bu torpaqlar əslində təsərrüfata elə də əlverişli hesab edilmir, ifrat rütubətlənmiş ərazi olduğuna görə. Amma subekvatorialda savannanın altındakı qırmızı qonur və yaxud da ki, dəyişkən rütubətli meşələrin altındakı qırmızı feralitlər təsərrüfatda istifadə edilir. Bu arada savannalar sıx ot örtüyünə malik təbii zonadır deyənə, seyrək meşələr də mövcud həmçinin. Həmin ot örtüyü çox olan ərazilərdə humus çox olacaq. Tropik qurşaq daxilində səhralarda yadda saxlayırıq ki, boz qonur torpaqlardır. Bunlar məhsuldarlığı olmayan torpaqlardır. Amma tropikin rütubətli vilayətində, rütubətli tropik meşələrdə qırmızı, sarı və qırmızı torpaqlar formalaşır ki, bunlarda məhsuldarlıq yüksək olacaq, çünki meşələrin altındakı torpaqlardır. Meşələr bitki örtüyünə zəngindir, məhsuldarlıq yüksəkdir. Subtropik qurşaq daxilində isə Aralıq dənizində qəhvəyi torpaqlardan danışdıq. Muson vilayətində isə sarı və qırmızı torpaqlardan danışdıq. Subtropikin kontinental səhralarında isə elə tropikdə dediyimiz boz qonur torpaqlar görəcəyik. Bundan əlavə mülayim qurşağın, misal üçün tayqasının altında pozdol küləçalan gördük. Müvafiq olaraq qarışıq meşələrində çimli pozdol gördük. Enyarpaqlı meşələrində qəhvəyi meşə, qonur meşə torpaqlarını görürük. Mülayimin çöl meşə, çöl təbii zonasında qara və şabaldı torpaqlar görürük. Mülayimin səhra və yarımsəhrada boz qonur torpaqlar görürük. Şimal yarımkürəsinin mülayim iqlim qurşağı Avrasiya və Şimali Amerikada geniş ərazi əhatə etdiyinə görə təbii zona və torpaq çeşidləri çox oldu. Subarktik iqlimin tundra, meşə tundra təbii zonasında tundra qileyli, tundra bataqlıq torpaqları mövcuddur.
Arktikdə isə ibtidai torpaqlardır, heç torpaq tipi burada bildirilməyib. Ümumi olaraq məhsuldarlığı yüksək olan torpaqların altından xətt çəkirəm. Yadda saxlayın ki, məhsuldarlığı yüksək olması bitki örtüyü ilə səthin sıx örtülü olduğunu, çürüntünün çox olduğunu bildirir. Elə bu altına xətt çəkdiyim torpaqlar məhsuldarlıq göstəriciləri yüksək olan, təsərrüfatda istifadə edilə bilən torpaqlardır. Ümumi olaraq ilkin fikir olaraq məncə hələlik bu qədər kifayət eləyir. Dağlıq ərazilərdə torpaq şaqili qurşaqlıq üzrə paylanıb, ətəkdən zirvəyə doğru təbii komplekslər bir-birini əvəzləyir. Həmçinin torpaq tipləri də bir-birini əvəzləyir. Səbəb isə yüksəkliyə doğru temperatur və yağıntıların miqdarının dəyişməsidir. Qanuni olaraq bunlar bir-birini əvəz edir. İndi isə təbii kompleks və landşaft anlayışının nə olduğuna diqqət edək. Nədir təbii ərazi kompleksi? Müəyyən ərazidəki komponentlərin qarşılıqlı əlaqəsinin nəticəsində formalaşan bütöv sistemlərdir. Belə bir anlayışı birazdan biz landşaft şəklində də qeyd edəcəyik. Məsəl üçün, təbii ərazi kompleksi hər birisində özünə məxsus bitki, heyvanat aləmi olacaq və bunlar bir-birindən fərqlənəcək. Quruda ən böyük təbii ərazi kompleksi materiklərdir. Materiklər özləri də daha kiçik təbii ərazi komplekslərinə bölünür. Onlar isə bir-birindən zahirən bitki örtüyünə görə fərqlənəcək. Dünya okeanı özü vahid təbii ərazi kompleksi olsa da, onu ayrı-ayrı okean, dəniz, körfəz və onların özləri də ayrıqda müxtəlif təbii komplekslər yaratmaqdadır. Deməli, qurudakı ən böyük təbii kompleks nədir? Materiklərdir. Materiklərin daxilində də müxtəlif təbii komplekslər var. Elə coğrafi qurşaqları buna misal çəkə bilərik. Təbii zonalar. Davam edirik. Okean bütövdür. Bütün okeanlar bilirsiniz ki, sərbəst şəkildə bir-birinə əlaqəyə malikdir. Onu insanlar şərti olaraq hissələrə ayırıb, 5 parçaya ayırıb və hər bir okean tərkibində də müxtəlif dənizlər, körfəzlər mövcuddur ki, onların da özünə məxsus ayrı-ayrı təbii kompleksləri vardır. Düzənlik ərazilərdəki təbii komplekslər enlik zonalığına tabedir. Dağlıq ərazilərdə isə biz bayaq bildirdik ki, müvafiq olaraq dağlarda şaqili qurşaqlıq formalaşır. Buna yüksəklik qurşağı da deyə bilərsiniz. Təbii ərazi kompleksləri bayaq dediyim kimi həm də necə adlandırırlar? Landşaft adlandırırlar. Landşaft alman ifadəsidir. Land məhəll, torpaq yəni, şaft isə əlaqədir. Bir növ landşaft ifadəni siz mənzərə kimi başa düşün. Yəni, ətrafda müşahidə etdiyiniz mənzərə landşaftdır. Təbii xüsusiyyətlərinə görə, məsəl üçün, geoloji özülə, inkişaf tarixinə, relyef, iqlim, torpaq, bitki örtüyü, sular, heyvanat aləminə görə ayrılan təbii ərazi kompleksləri landşaft deyilir. Bu landşaftın xüsusiyyətləridir. Davam edirik. Landşaftların ölçüləri müxtəlifdir. Bir neçə kvadrat kilometrdən minlərlə kvadrat kilometrə qədər olar. Ancaq eyni landşaft mövcud olan ərazi daxilində geoloji bünövrə, relyef, iqlim, torpaq örtüyü, bitki, heyvanat aləmi bir-birindən oxşar olur. Deməli, landşaftın təsnifatı aparanda biz hansı komponentlərə əsasən landşaft təsnifatı aparırıq? Geoloji bünövrə, söhbət xırları mənşəyindən gedir. Onların geoloji yaşından gedir. Relyef, iqlim, torpaq örtüyü, bitki və heyvanat aləmi landşaft təsnifatında nəzərə alınan amillərdir. İnsanın təsirindən asılı olaraq landşaftlar iki qrupa ayrılır. Var təbii landşaftlar, insan təsirinə məruz qalmayan. Var antropogen landşaftlar, elə insan fəaliyyətindən yaranan landşaftlardır. Davam edirik. İndi insan təsirinə formalaşan bağda, əkin sahələrdə yaşayış məntəqələridir. Bunlar yadda saxlayın ki, nədir? Antropogen landşaftlara misaldır. Növbəti məqamlarla tanış olaq. Landşaft kompleksləri zonal və azonal xüsusiyyətlərə malik olduğu üçün landşaft əmələ gətirən amillər də müvafiq olaraq iki qrupa ayırıblar. Zonal, bu müvafiq olaraq xarici amillərdir. Bir də azonal, daxili amillər.
Bircə dəqiqə. Zonal amillər ekvatordan qütbə doğru dəyişə bilən amillərdir. Buna günəşin işığı enerjisi, yəni radiasiyası, temperatur, atmosfer təzyiqi, atmosfer sirkulyasiyası dövranı, atmosfer yağıntıları, qurun suları, yəni səthə yaxın olan yeraltı sular, torpaq, bitki örtüyü, heyvanat aləmidir. Bu komponentlərin hamısı ekvatorun qütbə doğru xarici qüvvənin təsirində dəyişə bilən amillərdir. Azonal amillər yerin daxili enerjisinin təsirindən formalaşanlardır. Ekvatorun qütbə doğru, belə deyək, xarici qüvvənin təsirindən dəyişməyənlərdir. Relyef, geoloji quruluş, yeraltı sular, söhbət burada arteziyan sulardan gedir, daha dərindəki sulardan. Qurunç suları biz bayaqları zonal amilə aid etdik, xarici amilə. Azonal daxili amilə arteziyan, yəni daxili amillərə aiddir. Faydalı qazıntılar və süxurlar. Bunlar da geoloji quruluşla əlaqəli olan anlayışlardır. Davam edirik. İndi isə təbii zona, coğrafi qurşaq və təbii zona anlayışlarına bir daha diqqət edək. Yer səthində günəş istiliyin və rütubətin qeyri-bərabər paylanması bitki heyvanlar aləminin də müxtəlifliyinə gətirib çıxarır. Məsəl üçün, istilik və rütubət çox olan ərazilərdə bitki örtüyü necədir? Heyvanat aləmi bitki örtüyü sıx və zəngindir. Amma bunlardan biri çatışmayanda, o zaman zəif inkişaf edəcək. Bundan əlavə, coğrafi qurşaq anlayışı nədir? Coğrafi qurşaq yer səthinin enlik zonallığı üzrə ən böyük fiziki coğrafi bölgüsüdür. Biz elə bunu iqlim qurşaqları ilə adların üst-üstə düşdüyünü və sərhədlərin də əsasən üst-üstə düşdüyünü görəcəyik. Coğrafi qurşaqların adları və sərhədləri iqlim qurşaqları ilə təxminən üst-üstə düşür. Onların daxilində temperatur göstəriciləri az fərqlənir, lakin rütubətlənmə şəraiti daha fərqlidir. Ona görə coğrafi qurşaqlar daxilində təbii zonalar əmələ gəlir. Gəlin bir dənə bunun təsvirinə diqqət eləyək. Baxın, gördüyünüz coğrafi qurşaqların xəritəsidir. Deyəcəksiniz, bildiyimiz təbii zona xəritəsidir. Bəli. Normalda iqlim xəritəsindən istifadə etsək, gəlin bir dənə iqlim xəritəsini də tapım sizlər üçün. Hardasa vermişdim. Bir dənə baxaq görək iqlim xəritəsi harda var burada. Nəysə, gözümə iqlim xəritəsi dəymədi. Özünüz elə öz atlasınızda iqlim xəritəsini açın. Biz bu coğrafi qurşaq xəritəsini o iqlim xəritəsi ilə qarşılaşdıraq. Məsəl üçün, bu ekvatorial iqlimin sərhədlərini görürük, dairəyə alıram. Normalda iqlim xəritəsinə baxsaz, təqribən bu dairəyə aldığım ərazi ekvatorial iqlimə uyğun gələcək. Təqribən bu şəkildə. İqlim xəritəsində bu dairəyə aldığım ərazini ekvatorial iqlim qurşağı deyirik. Amma coğrafi qurşaq xəritəsində bu dairəyə aldığım əraziləri ekvatorial coğrafi qurşaq şəklində adlandırmışıq. Bayaq cümlədə nə dedi? Coğrafi qurşaq elə əsasən iqlim qurşaqları ilə sərhədləri və eyni zamanda adları üst-üstə düşür. Ekvatorialı əhatə edən iqlim qurşağı nə idi? Subekvatorial. Coğrafi qurşaq olaraq da bu ərazi deyəcəksiniz ki, subekvatorial qurşaqdır. Subekvatorialı əhatə edən iqlim qurşağı nə idi? Tropik iqlim qurşağı. Burada da həmin ərazinin tropik coğrafi qurşaq olduğunu görəcəksiniz. Tropikdən yuxarıdakı iqlim qurşağı nə idi bu ərazi? Subtropik. Bu ərazidə də biz subtropik coğrafi qurşağın adını görəcəyik. Ondan yuxarıda mülayim, ondan yuxarıda subarktik, ondan yuxarıda da arktik adında coğrafi qurşaqlar görürük. Coğrafi qurşaq daxilində qeyd edilib ki, temperatur elə də böyük fərq yaratmır ərazi daxilində, amma rütubətlənmə daha çox fərq yaradır. Məhz rütubətlənmə fərqi burada coğrafi qurşaqlar daxilində neynir? Müxtəlif təbii zonalar yaradır. Yəni, tutalım, subtropik coğrafi qurşaq daxilində bu ərazidə rütubətlənmə bir qədər çoxdur, gölyarpaqlı həmişəşi meşə kolluqları yaranıb. Amma materikin mərkəzi hissəsində rütubət çatışmazlığı böyük dediyinə bu quraq ərazi daxilində artıq səhra gəlm səhra formalaşır. Yaxud da ki, materikin şərqində musson küləklərinin təsirində musson meşələri yaranıb. Yəni, bir növ rütubətlənmə ilə əlaqədar olaraq ərazi daxilində qeyd edəcəksən ki, formalaşır, müxtəlif təbii zonalar formalaşır. Məsələ elə bu idi. Davam edirəm.
İndi coğrafi qurşağın nə olduğunu gördük. Adları ilə iqlim qurşaqlarının adlarının üst-üstə düşdüyünü gördük. Sonra növbəti bir məqama diqqət eləyək. Quruda formalaşan əsas təbii zonalar hansılardır? Birinci, rütubətli ekvatorial meşələrdir. Bu rütubətli ekvatorial meşələr elə eyni adlı ekvatorial iqlim qurşağında formalaşır. Xüsusiyyətinə gəlincə, ekvator iqlimi xüsusiyyətlərini daşıyacaq. İl boyu isti, rütubətli olacaq, qırmızı-sarı ferolit torpaqlar formalaşacaq, meşələr çox yarusludur. Bunu həm Amazon, həm də Konqo meşələri üçün deyə bilərsən. Çox yarus mərtəbədir, 4 yarusa ayrılır. Davam edirik. Ekvatorial meşələrdə çörək ağacı, palma, banan, qırmızı ağac, heveya, yəni kauçuk, təbii kauçuk, belə ağaclar bitir. Ağaclara sarmaşan lianlar meşələri keçilməz edir. Amazon ovalığındakı cəngəlliklər, bunun xüsusi adı var, selvas, bəzən selva da deyirlər, selvas. Hündürlüyü 80 metrə çatan burada seyba adında ağac da bitir. Bu təbii zonada bataqlıqlar geniş yayıldığına görə canlıların çox hissəsi ağaclarda yaşayacaq. Təbii zonada rütubətlənmə vahiddən böyük idi. Ekvatorial meşələrdə 2600 bölünsün 1500. Vahiddən olduqca böyükdür. Cənubi Amerika meşələrində yaguar, ən böyük gəmirici olan kapibri, deməli, belə bir 50 kiloqramlıq gəmirici var. Sonra kapibari daha doğrusu. Quşlardan ən kiçik quş olan kolibri adında quş var. Tutu quşu, tukan belə bir quşlardan məskən salmışdır. Burada həmçinin uzunluğu 10 metrə çatan anakonda ilanı, timsah, piranya adında balıq yaşamaqdadır. Bu meşələr Afrikada Konqo çayının hövzəsində və Qvineya körfəzinin şimal sahillərində biz görə bilərik. Həmçinin Asiyada böyük və kiçik Zond adaları, İndoneziya ərazisində də rast gəlinir, formalaşır. Söhbət az öncə gedən ərazi, bu ekvatorial qurşaqdan söhbət gedirdi. Amazon meşələri bu arada Cənubi Amerikada daha böyük ərazini əhatə edir. Bəzən belə bir ifadə də qabağımıza çıxır ki, Amazon meşələrini Afrikadakı ekvatorial meşələrdən fərqləndirən xüsusiyyətlər daha geniş ərazi əhatə etməsi, bitkilərin növ tərkibinin daha çox olması kimi ifadələri vurğulamaq olar. İkinci bir təbii zona savanna və seyrək meşə təbii zonasıdır. Əsasən subekvatorial iqlimdə olsa da, daha çox bu iqlimdə rast gəlinir. Eyni zamanda rütubətli tropik iqlim qurşağında da formalaşmaqdadır. Bura 2 dənə fəsil səciyyəvidir. Rütubətli yay və quraq qış. Bütün il boyu isə temperatur demək olar ki, 18-20 dərəcədən yuxarı olur. Nəticədə quraqlığa davamlı ağaclar olan, qış ayları quraq keçdiyinə görə, isti keçdiyinə görə quraqlığa davamlı akasiya, baobab, səyyah ağacı, butulka ağacı kimi ağac növləri bitir. Həmçinin seyrək, kol, sıx ot bitkiləri də bitməkdədir. Savannalar sıx və hündür ot örtüyünə malik bir təbii zonadır. Və xüsusilə də ot bir illik bitki olduğuna görə torpaqlarda məhsuldarlıq çox olacaq, çünki çürüntü çoxdur. Savannalar Afrikanın ərazisinin 40%, Cənubi Amerika, Avstraliyada da 20%-ə qədər ərazini əhatə edir. Yəni, böyük ərazi əhatə edən təbii zonadır. Asiyada da formalaşır, daha çox cənub-cənub-şərq, bu Hindistan, Çin tərəfdə. Cənubi Amerikanın şimal yarımkəsində yerləşən savannaların xüsusi adı var. Bunları əzbər bilin, hətta altına xətt çəkirəm. Lianos adlanır. Cənubi Amerikanın ekvatordan cənubda qalan savannaları, söhbət Braziliya ailəsi tərəfdən gedir, Kampos adlanır. Burada qırmızı qonur və qırmızı ferolit adında torpaqlar formalaşır. Yəni, məhsuldar torpaqdır, əkinçilikdə istifadə edən torpaqdır. Ən zəngin heyvanat aləminə malik olan təbii zonadır. Yəni, sabah sizə xüsusiyyətləri, söhbət hansı təbii zonadan gedir deyə soruşa bilər. Ən zəngin heyvanat aləmi təbii ki, savannada olacaq. Çünki sıx ot örtüyü olanda ot yeyən heyvan olacaq. Ot yeyən heyvan olan yerlərdə də ət yeyən heyvanlar da çox olacaq. Savannaların heyvanat aləminə gəlincə, burada fil, kərkədan, beqamot, zürafə, camış, antilop, zebr, şir, kaftar, kenguru və müxtəlif quşlar məskunlaşmaqdadır. Bunları bilin. Az öncə savannanın adları ilə tanış olduq. Diqqətli olursunuzsa, bu Orinoco ovalığı tərəfdə şimalda qalan ərazilər Lianos adlandı. Bu Braziliya ailəsi tərəfdə olan savannalar isə
Kampos adlanır. Selbas meşəsi isə bayaq demişdik, ekvatorial meşələrdir. Cənubi Amerikada gördüyünüz kimi təbii zonaların özlərinin adları var. Yəni Orinoco balığı şimalda olan tərəf savanna, lianos, Braziliya ailəsi tərəfdə ekvatordan aşağıda qalan savannalar, kampos, ekvatorial meşələr, selbas, həmçinin Cənubi Amerikadakı çöl təbii zonasında özünün xüsusi adı var, pampa adlanırdı. Cənubi Amerikadakı yüksək dağ çəmənlikləri, Ant dağlarındakı dağ çəmənlikləri isə Paramos adlanır. Paramos da buradakı Ant dağlarındakı dağ çəmənlikləridir. Bunu qeyd edirəm ki, siz də ekran görüntüsünü alın. Yəni yadda saxlayın da, əsas görüntü olaraq yadda qalacaq. Lianos, Campos, Pampa, Selvas, Paramos. Bu adlar Cənubi Amerikadakı dediyimiz kimi təbii zonalara verilən xüsusi adlar idi. Onları sizə təqdim etməyə çalışdım. Öyrənin, bilin, lazım gələcək. Sonra keçid alaq növbəti bir təbii zonanın xüsusiyyətlərini oxuyaq. Səhra və yarım səhralar. Bu təbii zonanı biz bir çox, belə deyək, iqlim qurşağı və ya coğrafi qurşaq daxilində görə bilərik. Tropikdə, subtropikdə, həmçinin mülayim iqlim qurşağı daxilində da görmək olar. Söhbət mülayimlə subtropikin kontinental vilayətlərində, yəni materikin mərkəzi hissələrində, daxili hissələrində. Bu ərazilərin xüsusiyyətləri isti quru iqlimə malik olması, sutkalıq temperatur amplitudunun da olduqca böyük olmasıdır. Məhz amplitudu da böyük olduğuna görə burada fiziki aşımı intensiv gedir. Bitki örtüyü səthi örtüyündə formalaşa bilmədiyinə görə və ya çox az formalaşdığına görə çürüntü azdır. Çürüntü azsa torpaqlar açıq rəngdə olur. Adətən boz rəngdə, boz donur, qumlu torpaqlara malik olacaq. Ərazinin iqliminə uyğun quraqlıq olduğuna görə quraqlığa davamlı ksorofitlər bitəcək. Ksorofit quraqlığa davamlı bitkilərdir. Yarım səhralarda bitən bitkilərə dəvə tikanı, yovşan, saksaqu, deməli, sonra şoranotu, kaktus adında bitki adlarını qeyd etmək olar. Sonra, həmçinin biz bunları efemer də deyə bilərik. Bunları qeyd götürün. Efemer. Nədir efemer? Səhralarda bir neçə həftə ömür sürən bitkilərdir. Quraqlığa davamlı bitkilər necə adlandı? Ksorofit adlandı. Quraq ərazilərdə bitən bitkilər ksorofitdir. Suya az tələbkardır, suya dözümlü bitkilərdir. Mezofit normal bildiyiniz bitkilərdir. Yəni bizim Azərbaycanda da bitən bitkilər, ağaclar mezofitdir. Higrofit, higro suya çox tələbkar idi. Zambaq misal üçün suyun içində bitəcək. Amma ksorofit quraqlığa davamlıdır. Efemerlər nə idi? Səhrada bir neçə həftə ömür sürən quraqlığa davamlı bitkilər idi. Sonra, heyvanlar aləmi də əslində səhrada qida çatışmazlığına görə zəif olacaq. Burada sürünənlər, həşəratlar, dəvə kimi canlılara rast gəlinir. Afrikanın səhralarında yeraltı suların səthə yaxın olduğu çökək hissələrdə vahələr formalaşır. Vahə səhrada gördüyünüz yaşıllıqdır. Hansı ki, o, şirin qurun suların səthə yaxın olmasına əlaqədar formalaşır. Afrikanın şimalında böyük səhrada, çökək ərazilərdə vahələrə tez-tez rast gəlmək olur. Avstraliyanın səhralarında isə vahələrə az rast gəlinir. Səbəb isə yeraltı suların həm dərində olması, həm də səthə yaxın olanların bir qədər duzlu olması ilə izah etmək olar. Bundan əlavə biz səhralara nümunə çəkəsi olsaq, məşhur tropik səhralardan Afrikanın şimalında böyük səhra, Liviya səhrası, bu Misir, Sudan tərəfdə Nubiya adında səhra da var. Afrikanın cənubunda isə Kalahari, dünyada ən çox qumun toplandığı səhradır, 60 metr. Cənubda Namibiya, Botswana, Car kimi dövlətlərin ərazisinə düşür, 2,5 milyon sahəsi var. Sonra Namibiyada ilə Namib adında səhra var, soyuq Bengal cəryanı təsirindən formalaşır əsasən. Həmçində tropikin enən hava kütləsi də burada rol oynayır. Asiyanın səhralarına diqqət edəsi olsaq, Ərəbistan yarımadasında elə Ərəbistan səhrası, Rub əl-Xali, burada böyük nəfud, kiçik nəfud kimi səhra adlarını qeyd etmək olar. Bunların hər birisi elə Ərəbistan yarımadasındadır. Sonra Hindistanla Pakistan sərhədi yaxında Tar səhrası var, tropik səhra kimi
Asiyada bunları tanısanız kifayət eləyər. Həmçinin İranın, ərazisində o artıq subtropikə uyğun gəlir. Müvafiq olaraq, Dəşti Kəbir adında səhralar da mövcuddur. Avstraliyada tropik səhra kimi Böyük Viktoriya, Böyük Qumlu, Sipson adında səhra adlarını qeyd etmək olar. Cənubi Amerikada da Çilidə Atakama dünyada ən quraq səhra kimi məşhurdur. Soyuq, Peru cəryanında təsiri var. Subtropik və mülayim iqlim qurşağı daxilində olan səhra yarımsəhralara Asiyanın mərkəzində Türkmənistan, Özbəkistan tərəfdə Qaraqum, sonra Özbəkistan, Qazaxıstan tərəfdə Qızılqum, sonra Çin ərazisində Təkləməkan, Çin və müvafiq olaraq Monqolistan arasında Qobi səhrası var. Cənubi Amerikada Argentin ərazisində Patagoniya özü də yarımsəhra ərazisidir. Onun da yaranmasında soyuq Folklend cəryanı təsiri var. Şimali Amerikada böyük hövzə, bu dağların arasında olduğuna görə ABŞ ərazisində quraq ərazidir, yarımsəhra zonasıdır. Kaliforniya yarımadası Meksika ərazisində, bu da yarımsəhra və səhralaşmış ərazilərə misal göstərmək olar. Ümumiyyətlə, quraq əraziləri, yağıntıdan az düşdüyü əraziləri Atlasda səhifə 35-dən baxıb öyrənə bilərsiniz. Mütləq şəkildə izləyin. Yağıntıların paylanmasından siz artıq biləcəksiniz ki, hansı ərazilər isti və quraqdır. Növbəti bir təbii zona coğyarpaqlı həmişəşir meşə və kolluqlar təbii zonasıdır. Bu, subtropik coğrafi qurşaq daxilində Aral dəniz vilayətində formalaşır. Burada torpaq olaraq qəhvəyi torpaqlar üstünü təşkil edəcək. İqlim xüsusiyyəti belədir ki, yay isti və quru keçir, çünki ərazidə tropik hava kütləsi üstündür. Qış ayları isə mülayim rütubətlidir. Nisbətən quraqlığa davamlı bitkilər olan maqnoliya, sərv, coğyarpaqlı kollar və sitrus bitkilər inkişaf etmişdir. Bu coğyarpaqlı həmişəşir meşə və kolluqlar yadda saxlayın ki, İtaliya, İspaniya, Yunanistan olan zonadır. Bu ərazilər həm sitrus meyvəçiliyinə görə dünyada məşhurdur, həm də zeytunçuluq, üzümçülüyə görə qabaqcıl mərkəzdir. Torpaqlarda qəhvə olduğunu bildirdik. Növbəti bir təbii zona çöl və meşə çöl təbii zonasıdır. Mülayim subtropik qurşaq daxilində formalaşır. Əsasən mülayim kontinental və ya subtropikin mərkəzi hissələrində biz görə bilərik. Cənubi Amerikada isə subtropikin bərabər rütubətlənən vilayətində görə bilərsiniz. Avrasiyada Rusiya, Ukrayna, Qazaxıstan ərazisində, Çində görə bilərik. Həmin bu çöl təbii zona Rusiyada step adlanır. Şimali Amerikada meridional istiqamətdə ABŞ-Kanada ərazisində prairie adlanmaqdadır. Cənubi Amerikada Argentin ərazisində isə pampa adlanmaqdadır. Qaldı ki, bunlardan biz çöl təbii zonasında qeyd edəcək ki, zəngin ot örtüyü olur və torpaqları da məhsuldar qara torpaqlar olur. Xüsusilə də prairie və yaxud da ki, Rusiyadakı steplərdə qara və tünd çabaldı torpağını görürük. Argentinada isə iqlimin bir qədər rütubətli olmasına əlaqədar qırmızı qara torpaqlar görürük. Yəni, qırmızı qara pampan torpağıdır. Yadda bunu belə saxlayarsınız. Əlavə olaraq, burada başqa nə deyə bilərik? Məhsuldar torpaqlardır. Antropogen dəyişikliyə ciddi məruz qalmışdır. Dünyanın əsas taxılçı regionu kimi istifadə edilməkdədir. Yəni, bir məna olaraq yadda saxlayın ki, çöl təbii zona dünyada əsas taxıl əkilən ərazilərdir. Heç təsadüfi deyil ki, ABŞ-dır, Kanadadır, Argentinadır, həmçinin Ukrayna, Rusiya, Qazaxıstan dünyada taxıl ixracına görə fərqlənən ölkələrdir. Çünki bu dövlətlərin hər birisinin ərazisində çöl təbii zonasına rast gəlinir. Bu təbii zonanın torpaqları olduqca məhsuldardır. Humusu elə ən zəngin olan torpaqlardır. Humusun bu qədər zəngin olması bu təbii zonada bir illik bitkilərin mövcud olmasıdır. Yəni, ot bitkiləri. Ot bir illik bitki olduğuna görə bir il ərzində həm kök, həm gövdə, yarpaq hissəsi çürüyərək torpağı humusla zənginləşdirir. Növbəti bir təbii zona isə qarışıq və enliyarpaqlı meşələr təbii zonasıdır. Deməli, mülayim qurşaqda formalaşan bir təbii zonadır. Testlərdə düşür ki, yalnız əsas iqlimdə formalaşan təbii zona seç, elə qarışıq enliyarpaqlı meşələri bundan misal çəkmək olar. Burada qəhvəyi meşə, qonur meşə torpaqları var. Məhsuldar torpaqdır, çünki meşənin altındadır. Meşələrdə formalaşan torpaqlar məhsuldardır. Enliyarpaqlı meşələrin ağac tərkibində palıd, fıstıq, vələs əsas ağac tərkibidir.
İynəyarpaqlı meşələrdə isə küknar, şam, toz ağacı, sidr ağacı kimi ağac növlərinə rast gəlinir. Meşədə isə canlı aləmi zəngindir. Əsasən təbii ki, siz təbii zonanı oxuyanda onların formalaşıq ərazilər görməlisiniz. Mən indi az öncə qarışıq meşələri bir sizə təqdim edim. Qarışıq meşələr Şimali Amerikada bu göllər ətrafında, Qərbi Avropada və bu Şərqi Avropada böyük bir hissədədir. Yadda saxlayın ki, qarışıq meşə deyəndə müvafiq olaraq aşağıda enlidir, yuxarıda qarışıqdır. Əvvəl enli, sonra qarışıq. Torpaq tiplərinə gəlincə, enliyarpaqlı meşələrdə qonur meşə, qəhvəyi meşədir. Qarışıq meşələrdə həm qarışıq dediyimiz enli yarpaqlı ağaclar da var, həm də enliyarpaqlı tayqa da var. Qarışıq meşənin torpaqları çimli podzoldur. Biraz yuxarıda enliyarpaqlı tayqa meşələrdir. Onun altında əlbəttə ki, podzol, küləç alan torpaqlar olacaq. Davam edirik. Tayqa mülayimin təbii zonasıdır. Enliyarpaqlı meşələr təbii zonasına diqqət etsəz, yalnız şimal yarımkürəsində görə bilərik. Testlərdə qarşımıza çıxır ki, yalnız şimalda formalaşan təbii zonaları misal çək, tayqa, elə tundranı da demək olar. Torpaqları podzol və çimli podzol, yəni küləç alan torpaqdır. Rusiyanın bu tayqasının altında formalaşan torpaqlardır. Skandinaviya ölkələrində, Kanada ərazisində tayqalar geniş sahə tutmaqdadır. Tayqa yadda saxlayın ki, həmçinin şimal meşə qurşağı hesab edilir. Şimal meşə qurşağı tayqa meşələrdir. Cənub meşə qurşağı isə ekvatorial meşələrdir. Davam edək. Tundra meşə tundra təbii zonası subarktik iqlim qurşağında yalnız şimaldadır. Avrasiya və Şimali Amerikanın şimal hissəsindədir. Torpaqları tundra qileyli, tundra bataqlı torpaqlardır. Burada uzun, soyuq, şaxtalı qış nisbətən az yağıntılı olur və qısa, sərin, yağıntılı yay səcəvidir. İki fəsil müşahidə edilir. Tundrada adətən mamır, şibə kimi müxtəlif kol bitkilər bitir. İbtidai bitkilər, mamırlar və şibyələr. Və meşə tundrada isə tayqada bitən iynəyarpaqlı ağaclardan tam toz ağacına rast gəlinir. Alçaq boylu kol ot bitkilərdə sərcəvi idi. Bu təbii zonanın iqliminin sərt olmasına əlaqədar olaraq heyvanat aləmində biz maral, söhbət qütb türkünlərindən gedir, qütb kəkliyindən söhbət gedə bilər ki, bunlara rast gəlinir. Maral, tülkü, qütb kəkliyinə rast gəlindi deyə qeyd edilmişdir. Sonra, Arktika və Cənub qütb ətrafında Antarktika, bu buzlu səhralar təbii zonası, qütb ətrafı ərazilərdə soyuq, sərt iqlim şəraitində formalaşan təbii zonadır. Torpaq örtüyü, torpaq əmələ baş vermədiyinə görə ibtidai torpaq deyirik. Burada yəni torpaq örtüyü mövcud deyil. Canlı aləmdə olduqca kasıbdır. Şimal qütbü tərəfdə ağay, cənub qütbü tərəfdə pingvinlər, yerli sakinlər hesab edilir. Siz hər bir oxuduğunuz təbii zonanın mütləq xəritədə mövqeyini görməlisiniz. Az öncə tutalım biz subarktik iqlim qurşağı daxilində tundra, meşə tundranı gördük. Ardıcılığa görə əvvəl meşə tundra, sonra tundra deyəcəksiniz. Onları belə tanısaz yaxşı olar. Belə, təbii zonaların səhərlik bu qədər.